Salam əziz beşincilər. Sizə bugün 20-ci mövzunu izah eləyəcəm. Qədim Azərbaycan şəhərləri. Bizim belə bir devizimiz var ki, tarixi dərk edərək öyrənmək lazımdır. Kör-köranə əzbərləməklə tarix öyrənmək mümkün deyil. Ona görə də videoya sona qədər baxın. Bəyənməyi, rəy bildirməyi də, abunə olmağı da unutmayın. Keçək mövzunun izahına. Artıq şəhərlərin necə yaranması haqqında məlumatınız var. Bəzi şəhərlər məbədlərin ətrafında, yəni dini mərkəzlərin ətrafında yaranırdı. Buna nümunə Kazakan demək olar. Bəzi şəhərlər isə qalaların ətrafında salınırdı. Elə bugün keçəcəyimiz Dərbənd şəhəri də ona nümunədir. Bu dərsdə biz iki şəhər haqqında, Dərbənd və Bərdə şəhərləri haqqında geniş məlumatlar əldə edəcəyik. Görək bu şəhərlərin vaxtı ilə hansı əhəmiyyəti olmuşdu. Dərbənd şəhərindən başlayaq. Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında bir keçid var. Böyük Qafqaz dağlarının da yerini hamınız yəqin ki bilirsiniz. Xəzər dənizidə. Qədim dövrlərdə şimaldan cənuba, cənubdan şimala doğru ən rahat yol məhz buradan keçirdi. Ulu babalar keçidin əhəmiyyətini anlamış, burada qala inşa etdirmişlər. Bu qala dənizə daha yaxın olan dağın zirvəsində salınmışdı. Dağın zirvəsində. Şimaldan yaşayan köçəri tayfalar qənimətlər ələ keçirmək, qarətçilik məqsədi ilə Azərbaycana hücumlar təşkil edirdi. Bu hücumların qarşısını almaq üçün keçidi möhkəmləndirmək lazım idi. Bu məqsədlə qaladan dənizin içərisinə doğru sədd çəkildi. Burada belə bir qala kimi düşünün uşaqlar. Bir də belə hasar kimi düşünün. Və bu hasarın, bu səddin zirvəsində də Dərbənd qalası yerləşirdi. Beləliklə Dərbənd Azərbaycanın şimal sərhədinin sipərinə çevrildi. Düşmənlər yalnız bu sədddən keçməklə Azərbaycana daxil ola bilərdi. Buna görə istər Azərbaycanda yaranan dövlətlər, istərsə də ölkəmizi işğal edən qüvvələr Dərbəndə xüsusi diqqət göstərmişlər. Qala şəhərə müxtəlif adların verilməsi də bununla bağlıdır. Tarixin müxtəlif dövrlərində Dərbəndi Hun qapıları, Alban qapıları, Kaspi qapısı, Dəmir qapı adlandırmışlar. Qala keçidə daha maraqlı adı isə 7-ci yüzillikdə Azərbaycanı işğal edən ərəblər vermişdi. Qapılar qapısı Babül Əvvab. Həmin dövrdə Dərbənddən şimalda Xəzər xaqanlığı yerləşirdi. Azərbaycan ərazisi Ərəb xilafəti ilə xaqanlıq arasında mübarizə meydanına çevrildi. Türk əsirli Xəzərlər Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi ilə barışmaq istəmirdilər. Ona görə tez-tez Dərbənddən keçməklə xilafət orduları ilə müharibələr aparırdılar. Xilafətin parçalanmasından sonra Azərbaycanda yaranan dövlətlər də qapılar qapısını xüsusi diqqətdə saxlayırdı. Sacoğulları dövlətinin hökmdarı Yusif Dərbənd səddini təmir etdirmiş, keçidi daha da möhkəmləndirmişdi. Sonrakı dövrlərdə kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı, dəniz yollarından istifadə bu qədim qalanın böyüməsinə şərait yaratdı. Dərbəndin mərkəzi hissəsi Narın qala adlanırdı. Narın qalanın ətrafında, baxaq, görürsünüz bunu uşaqlar, İçəri şəhər deyək buna, qala divarları ilə əhatə olunmuş. Amma Narın qalanın ətrafında da sənətkarlar, tacirlər məhəllələr salırdı. Qala tədricən şəhərə çevrilirdi. Qala şəhərə çevrilirdi. Şəhər ətrafında da əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Şəhərdə böyük bazar var idi. Bu bazara şərq ölkələrindən mallar gətirilir, tacirlər tərəfindən alınaraq Avropaya aparılırdı. Dərbənd kətan parçaları, qızıl boya və zəfəranı ilə məşhur idi. Bu nadir məhsulları xarici tacirlər böyük həvəslə alırdılar. Şimalda yerləşən ölkələrdən Dərbəndə məhsullar xüsusilə satılmaq üçün qullar gətirilirdi. Buna görə də şəhərin müxtəlif istiqamətlərinə açılan qapıları var idi. Bayat qapısı, Türkmən qapısı, Qırxlar qapısı, Xan qapısı və s.
Əhalinin içmək suya olan tələbatını ödəmək üçün dağlardan şəhərə saxsı borularla bulaq suyu çəkilmişdi. Dərbənd həm də liman şəhəri idi. Liman şəhəri nəyə deyirlər uşaqlar? Dənizin sahilində yerləşən şəhərlərə. Uzun müddət bura Azərbaycanın ən böyük liman şəhəri hesab olunurdu. Müxtəlif ölkələrdən bura ticarət gəmiləri yan alırdı. Dərbənddə olmuş ərəb səyyahlarından biri yazırdı. Limanın girəcəyinə zəncir çəkilmişdi. Zəncir qıfıllanır. Açarı isə liman nəzarətçisində olurdu. Nəzarətçinin icazəsi olmadan bir gəmi limana nə daxil ola, nə də buradan çıxa bilərdi. Bilirsiniz ki, Nadir Şah ölümündən sonra Azərbaycan xanlıqları kiçik dövlətlərə parçalanmışdı. Bu dövrdə Dərbənddə də xanlıq yaranmışdı. Lakin Dərbənd xanlığı bir müddət sonra Quba xanlarına tabe oldular. 19-cu əsrdə digər Azərbaycan əraziləri kimi Dərbənd də Rusiya imperiyası tərəfindən işğal olundu. İmperiya idarəçiləri yeni inzibati ərazi bölgüsü tətbiq etdilər. Nəticədə Dərbənd Azərbaycandan ayrı salındı. Hazırda da bu qədim Azərbaycan şəhəri Rusiya Federasiyasının tərkibindədir. Başqa şəhərimiz Aranın anası Bərdə. Kür və Araz çayları arasındakı ərazilər dünyanın qədim əkinçilik mərkəzlərindən biri hesab olunur. Baxaq, Araz çayı, Kür çayı, hətta Kür gəlir burada qovuşur, Xəzərə tökülür. Yəni Kür və Araz çayları Allahın Azərbaycana bəxş etdiyi ən böyük nemətlərdəndir. Münbit torpaqlar, günəşli iqlim və bol sulu çaylar burada əkinçiliyin inkişafına şərait yaratmışdı. Zaman keçdikcə bu ərazidə şəhər tipli yaşayış məskəni meydana gəldi. Onlardan biri də Bərdə şəhəri idi. Alimlərin araşdırmasından məlum olur ki, hələ eramızdan əvvəl 4-cü əsrdə Bərdədə artıq şəhər tipli yaşayış məskəni mövcud idi. Bərdənin sürətli inkişafı isə 5-ci əsrdən başlayır. Çünki Bərdə 5-ci əsrdə Albaniyanın paytaxtına çevrilir. Burada hökmdar sarayı, məbədlər tikilmiş, ətrafına qala divarları çəkilmişdi. Dövlətin xəzinəsi, Alban xristian kilsə xadimlərinin taxtı da burada idi. Bərdənin karvan yolları üzərində yerləşməsi isə burada sənətkarlıq və ticarətin inkişafına şərait yaradırdı. Baxın uşaqlar, belə bir şey yadda saxlayın. Adətən Kür çayının ətrafında yerləşən rayonlara, şəhərlərə Aran rayonları deyirlər. Baxın, Kürün də düz ortası bu hissə sayıldığına görə Aranın əsas şəhəri, yəni Kürün əsas şəhəri Bərdə sayılırdı. Əsas şəhəri, yəni mərkəzi hissəsi. Ona görə Bərdəyə Aranın anası deyirdilər. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Albaniya dövlətinin də varlığına son qoyuldu. Bərdə ərəb canişinliyinin mərkəzinə çevrildi. Şəhər bundan sonra daha da sürətli böyüdü. Ərazisi 40 hektara çatan şəhərdə o dövrdə 100 minə yaxın insan yaşayırdı və bu böyük bir rəqəmdir. Bərdədə metal pullar zərbə olunur, böyük bazar fəaliyyət göstərirdi. Dünyanın bir çox ölkələrindən buraya gələn tacirlər ipək parçalar, saxsı qablar və müxtəlif sənətkarlıq məhsulları alırdılar. Ərəb xilafəti dövründə Bərdənin də yerləşdiyi ərazilər Aran adı ilə tanınırdı. Həm də Bərdənin möhtəşəmliyinə heyran qalan ərəb səyyahlar bu şəhəri Aranın anası adlandırırdılar. Bərdənin şöhrəti, sərvəti çox təəssüf ki, yadellərin də diqqətindən yayınmadı. 944-cü ildə Bərdəyə fəlakət üz verdi. Amma bu təbii fəlakət deyildi. Gəmilərlə Xəzər dənizindən Kür çayına keçən ruslar, yəni slavyanlar şəhəri qarət etdilər. Qəfil yaxalanan Bərdəlilər düşmənin üstün qüvvələrinə ciddi müqavimət göstərə bilmədilər. Şəhəri tərk etmək istəməyən ruslar burada möhkəmlənməyə çalışırdılar. 6 ay ərzində slavyanlar, yəni ruslar, Bərdədə qalıb oranı qarət etdilər. Gəlin bu rusların gəliş yoluna baxaq. Xəzər dənizində onlar gəmiləri ilə gəldilər. Baxın, Kür çayı ilə üzərək Bərdəyə gəlib çatmışdılar.
Bərdəlilər isə şəhərlərinin işğalı ilə barışmaq istəmirdilər. Düşmənə tələlər qurur, fürsət düşdükcə onların dəstələrini məhv edirdilər. Ələ keçirdikləri sərvətlə kifayətlənməyən işğalçılar əhalidən adam başına böyük məbləğdə pul tələb etdilər. Pulu verə bilməyənlər qılıncdan keçirilirdi. Lakin bu da Bərdəlilərin iradəsini qırmadı. Onların mübarizəsi və ruslar arasında yayılan yoluxucu xəstəliklər şəhəri tərk etmələrinə səbəb oldu. 6 ay ərzində işğal etdikləri, qaldıqları şəhərə od vurub qaçdılar. Bu əsl faciə idi. 10 minlərlə insan öldürüldü. Gözəl və çiçəklənən şəhərin yerində xarabalıqlar qalmışdı. Artıq məşhur Bərdə bazarına heç kim gəlmirdi. Şəhərdə pul kəsilməsi də dayandırılmışdı. Rusların talanlarından sonra Bərdə əvvəlki şöhrətini itirdi. Bərdədə olmuş ərəb səyyahlarından biri yazırdı. Bərdə darvazası yanında bazar günü açılan Əl-Kürkiyə adlı bazar var. Hər həftənin bazar günləri hər yerdən, hətta İraqdan belə bura adamlar axışır. Bərdə xəzinəsinin saxlandığı binanın qurğuşundan damı, dəmir qapısı, 9 sütunu vardır. Hakimin evi şəhərin içində, Cümə məscidinin yanında, bazarlar isə şəhər kənarındadır. Bərdənin maketinə baxsaq görərik ki, o da qala divarları ilə əhatə olunub. Hansı ki, adətən hökmdar, önəmli adamlar, dövlət adamları da məhz bu hissədə yaşayırdılar, içəri şəhərdə. Hətta 10-cu əsrdə baş vermiş faciədən 2 əsr sonra Nizami Gəncəvi yazırdı və hələ də Bərdənin özünə gəlmədiyini qeyd edirdi. İlk öncə o Bərdəni tərifləyir, Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da, güldür, çiçəkdir. Amma baxın, indi o dərgahın taxtı alçalmış, ipəyi, qumaşı, küləklər çalmış. Hətta o digər hissə burada yoxdur. Orada da deyirdi ki, artıq Bərdədə quru bir dinar da qalmayıb. Yəni artıq Bərdədə pul zərb olunmur, pul kəsilmir. Demək, bu faciə baş verdi 944-cü ildə. Bunu müəllimlər sizə məktəbdə verə bilər. Bir hissə Dərbəndi, bir hissə Bərdəni araşdıra bilər. Qədim Azərbaycan şəhərlərinin xəritədə yerini mütləq təyin eləyin, öyrənin uşaqlar. Ümid edirəm ki, dərs sizin üçün yararlı oldu. Əgər nəsə sualınız varsa, sual vermək istəyirsinizsə, ya da xəritədə müəyyənləşdirə bilmirsinizsə, rəylərə yaza bilərsiniz ki, mən sizə kömək eləyim. Növbəti dərslərdə görüşərik.